Herkese salam. Mən FES Akademinin Azərbaycan dili müəllimi Aytaç Həsənova. Bugün sizinlə birlikdə həftə sonu sınağımızın izahına baxırıq. Sınağı keçməzdən əvvəl xatırlatmaq istəyirəm ki, əgər bizim ödənişsiz dərslərimizdən, video izahlarımızdan xəbərdar olmaq istəyirsinizsə, 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək suallarımızın izahına. Hansı fikir səhvdir? Xırdaca sözü azaltma dərəcəsindədir. Elə səhv fikir buradadır. Çünki c azaltma dərəcəsini yox, çoxaltma dərəcəsinin göstəricisidir. Ola bilər ki, xırda sözü azaltma dərəcəsi kimi görsənsin. Amma burada xırdanı biraz daha çoxaldırıq. O zaman çoxaltma dərəcəsi sayılmalıdır. Feilə leksik şəkilçi artıraraq sifət düzəltmək olar. Bəli, qırmaq feilinə ıp şəkilçisi artırıb qırıq feil, daha doğrusu sifətini düzəldə bilərik. Dəri palto birləşməsində sifət işlənməyib. Bəli, burada dəri metal material bildirir. Cümlədə necə, daha doğrusu söz birləşməsində necə sualına cavab versə də, ümumilikdə biz onu morfoloji baxımdan isim götürməliyik. Sifət cümlədə xəbər ola bilər. Bəli, xəbərli şəkilçi qəbul edib xəbər ola bilər. Gözəldir, pisdir və s. Elə sözü hansı cümlədə əvəzlikdir? Ümumiyyətlə biz elə sözünü əvəzlikdə görə bilərik. El, oba mənasında ismin yönlük halında görə bilərik. Daha sonra ədatda görə bilərik. Bəs hardan bilək ki, burada əvəzlikdir və yaxud da ki, ədatdır? Əgər suala cavab verirsə, əvəzlik götürəcəyik. Hərəkətin tərzini bildirirsə, sifətin yerində işlənirsə, əvəzlik sayılacaq. Amma cümlədə heç bir suala cavab vermirsə, biz onu götürməliyik ədat. Elə, o da mənim tanışımdır. Elə, obaya hörmət etmək lazımdır. Ev tapşırıqlarını elə, bu eləmək mənasındadır, yəni feildir. Elə insanlardan uzaq dursan yaxşıdır. Baxın, elə obaya. Burada el, oba sözünün yönlük halda işlənməsidir. İsimdir. Dedi ki, C-də feil oldum. A variantında elə sözü heç bir suala cavab vermir deyə ədat sayılacaq. Cavab olacaq D variantı. Elə insanlardan. Necə insanlar? Əgər necə sualına cavab verirsə, sifətin yerində işlənibsə, əvəzlikdir. Əgər zərfin yerində işlənsəydi, yenə də onu əvəzlik götürəcəkdik. Cümlələrdən birində feildən düzələn isim işlənmişdir. Deməli, bizə lazımdır isim olsun, amma leksik şəkilçini atdıqda feil qalsın. Baxaq, əkinçilər sahədə xeyli işlədilər. Burada əkinçilər sözünə baxırıq. Əkinçilər sözünün kökünü və şəkilçilərini ayırsaq, əkmək, əkin, çiyirlər. Düzəlmə deyəndə sonuncu leksik şəkilçini atırıq, qalır əkin. Burada əkin sözünə çi artırmışıq. Yəni isimdən yenə də isim düzəlib. Verilən tapşırığı vaxtında yerinə yetirmişdir. Burada tapşırıq sözünə baxsaq. Tapşırıq sözündə bizə lazım olan elə tapşırıq sözdür. Çünki burada ıq, iq, uq, ük şəkilçisini atsaq, sonuncu leksik atırıq, qalır tapşırmaq. Tapşırmaq sözünə şəkilçi artırmışıq, tapşırıq ismi düzəlib. Deməli elə cavab B variantı olacaq. C variantında isim yoxdur. D variantındakı gözəllik ismi gözəl sifətindən düzəlib. Bizə lazımdır ki, feildən düzəlsin. Cavabımız B variantı qalır. Mürəkkəb söz hansıdır? Mürəkkəb söz iki və daha çox sözün birləşib yeni bir məna ifadə etməsidir. Kürçay söz birləşməsidir. Qız qalası söz birləşməsidir ki, mürəkkəb sözlər çox zaman ya bitişik ya defisinə yazılır. Ayrı yazılan mürəkkəb sözlər varmı? Bəli, məsələn, sayılar, tərkibi sayılar, məsələn 28, 35 və s. Daha sonra mürəkkəb feillər ola bilər ayrı yazılsın, hansı ki kömək etmək, xoşbəxt olmaq və s. Amma Kürçay, qız qalası bunlar söz birləşməsidir. Mustafazadə mürəkkəb yox, düzəltmə sözdür, çünki şəkilçi var. Qalır cavab D variantı. Enli və kürək sözləri birləşərək mürəkkəb söz yaradıb. Bağçamızdakıların sözündə işlənib. Bağ sözün kökü olacaq. Bağça. Mız mənsubiyyət şəkilçisidir, qrammatik şəkilçidir. Daki, dəki hər zaman leksik şəkilçidir və birlikdə götürülür. Bəs burada biz normalda demişik ki, kök, leksik şəkilçi, daha sonra qrammatik şəkilçi gələr. Amma mənsubiyyət şəkilçisi istisnadır ki, dakı, gil, bu leksik şəkilçilərdən əvvələ keçə bilər. Lar və dan, bunlar da qrammatik şəkilçilərdir. Görək nə işlənib? 2 leksik şəkilçi işlənəcək və 3 dənə də qrammatik şəkilçi. Cavabımız A variantı. Dövlətli sözünün fonetik xüsusiyyətlərinə aid olan doğru fikirlər seçməliyik. Əvvəlcə fonetik xüsusiyyət dediyi üçün biz tələffüzü yazırıq. Dövlətli sözünün tələffüzü olacaq dövlətdi. Baxaq, səslərin və hərflərin sayı bərabərdir. Bəli, burada səs düşümü və ya səs artımı olmadı deyə səslərin və hərflərin sayı bərabər olur. Səs dəyişməsi ola bilər, amma saysaq say olaraq dəyişməyəcək. Deməli, birinci doğru fikirdir. Yazışı və tələffüzü
bərabərdir, yəni ki, yazılışı və tələffüzü eynidir. Xeyr, yazılışı və tələffüzü eyni olmur. Çünki burada nə baş verib? L, D əvəzlənməsi baş verib. 3 hecalı sözdür. Hecaların sayını biz düzgün yazılışda axtarırıq. Bəli, 3 saitimiz var deyə 3 hecalı söz olacaq. 4 cingiltili bir kar samiti işlənir. Biz karları, cingiltiləri tələffüzdə axtarmalıyıq. Tələffüzə baxaq görək. D olacaq cingiltili. Daha sonra V cingiltili, L cingiltili, D yenə cingiltili. 4 cingiltili var, T isə kardır. Bir dənə də kar var. Görək, bəli, doğrudur. Sözdə 2 L səsi işlənib. Əgər səs deyirsə, biz baxırıq tələffüzə. Tələffüzə də baxsaq, cəmi bir dənə L var. 2 L, baxın, burada hərfdir, səs deyil. Biz bura yox, tələffüzə baxırıq. Bu da yanlış fikirdir. Doğru fikirlər hansı oldu? Olacaq birinci, üçüncü və dördüncü. Cavab C variantı. Dördkün sözünün fonetik xüsusiyyətləri. Yenə tələffüz yazılır. Olacaq 4. Demişik ki, sözün sonu B, C, D, G ilə bitirsə və özündən sonra samit gəlirsə T-yə keçəcək. Daha sonra yenə də eyni qayda B, C, D, G qaydası. Sözün sonu C ilə bitirsə, təkdirsə, özündən sonra heç bir şey gəlmirsə, o zaman yenə də öz qarşılığını yenə Ç-yə keçəcək. 4 künc olur. Baxaq, səhv axtarırıq. Bir qapalı, bir açıq sait var. Saitdir, samitdir, bunların növləridir. Tələffüzdə axtarırıq. Baxaq, Ö, Ü. Bunlardan biri qapalıdır. Bəli, Ü qapalıdır. Ö açıqdır. Deməli, bu doğru fikirdir. C samiti, Ç, kar samitinin cingiltili qarşılığıdır. Baxın, burada səhv budur. Niyə? Çünki bizə nə verir? C-nın tələffüzünü verir. Baxaq görək bizim tələffüzümüzdə ümumiyyətlə C varmı? Tələffüzümüzdə C yoxdur. Əgər C yoxdursa, biz burada ümumiyyətlə C-dan danışa bilmərik. Deməli, yanlış fikir budur. Biz fonetik təhlildə yalnız və yalnız sözün tələffüzündə olanlardan danışa bilərik. Əgər yoxdursa, onların ümumiyyətlə adı belə çəkilməli deyil. 3 cingiltili, 3 kar var. Baxaq, D cingiltili, R cingiltili, N cingiltili, 3 cingiltili, T, K və Ç. Bunlar da kardır. Bəli, doğru fikirdir. 2 hecalıdır mı? Bəli. Baxaq, 2 sait işlənibdir, 2 hecalıdır. Doğrudur. Deməli, səhv olan olacaq B variantı. Biri çoxlu at mənasındadır. Cavab ilxi olacaq. Naxır çoxlu inək mənasındadır. Sürü çoxlu qoyundur. Qaramal da ki, ümumiyyətlə heyvanların toplusudur. Cavab olacaq D variantı. Hansı sözdə ikinci şəxsin təkinə aid? İkinci şəxsin təki nədir? Sən. Mənsubiyyət dediyi üçün sənin ardıca mənsubiyyət şəkilçisi gəlməlidir. Baxaq, sənin sözü ümumiyyətlə yəlikdədir. Biz sənin sözünün ardına baxmalıyıq mənsubiyyəti tapmaq üçün. Qələminiz cəmdədir. Sənin gələsən isim deyil və mənsubiyyət şəkilçisi yoxdur burada. Burada ikinci şəxsin təkinin şəxs sonluğu olacaq. Sənin kitabın isə ikinci şəxsin təkinin mənsubiyyətidir. Cavab oldu C variantı. Hansı cümlədə qeyri-müəyyən miqdar sayı işlənib? Demişik ki, miqdar sayı müəyyən ola bilir və qeyri-müəyyən ola bilir. Əgər konkret dəqiq saydısa, müəyyən təxmini saydısa qeyri-müəyyən sayılacaq. Baxaq görək. Çox işləmək ola bilməz ki, say olsun. Çünki işləmək sözü hərəkət olduğu üçün bu say yox, zərf sayılmalıdır. 10 dəqiqdir, müəyyəndir, qeyri-müəyyən deyil. D variantında isə ümumiyyətlə say yoxdur. Cavab C variantı bir çox məsələlər. Məsələ sözü isimdir, bir çox da təxmini say bildirdiyi üçün və ismə aid olduğu üçün qeyri-müəyyən miqdar sayı sayılır. Və yadda saxlayın, bir çox sözündən sonra həmişə cəmdə olan isim işlənməlidir. Cavabımız C variantı. İzahımız bugünlük bu qədər. Əgər video sizin üçün yararlı oldusa, videonu bəyənməyi, paylaşmağı və fikirlərinizi rəy bölməsində bizimlə bölüşməyi unutmayın. Bugünlük bu qədər. Gələn videolarda görüşənə qədər. Hələlik.